Niye ağlıyorsunuz? Niye ağlıyorsunuz de? Korkuram. Neden? Diş çəkimindən. Diş çəkimindən qorxusunuz, ona görə də bərk-bərk ağlıyorsunuz. Ağlıyorsunuz, yoxsa gülürsünüz? Hə? Necə? Ağlayıram. Ağlıyorsunuz. Hansı dişi çəkəcək? Ağıl dişi. Nə? Ağıl dişini. Ağıl dişini çəkəcək. O yaş nədir elə gözdən gəlir? Niyə elə yaş gəlir? Doktor korkuram. Qorxusunuz, niyə ağlıyorsunuz? Bax, həm gülürsünüz, həm ağlıyorsunuz, mən başa düşürəm. Sevinç göz yaşlardır, yoxsa qorxu göz yaşlardır? Yox, siz güldürürsünüz. Suyun damlasına bu. Nə deyil? Neçə yaşımız var? 21. 21 yaşımız var. Başlayaq çəkirik, hə? Sonra qutarandan sonra bir baxarım, ağlamağa dəyərmi, dəyməzmi, hə? Buradan bir ağıl diş çəkəcəyik. Ağıl dişini göstərək bir. Burada bir balaca diş görünür. O dişi çəkəcəyik. Ən arxada burada olan ağıl dişidir. Ağıl dişi çürümüş bir vəziyyətdədir. Belə də göstərsəm, çürümüş bir vəziyyətdədir. Bunu çəkək. Tutası yeri yoxdur dişin. Tutan kimi də çürüyür. Bu çıqqıltılar da pasiyent, qorxan, fobiyalı pasiyentlər daha çox narahat edir. Bax, dişin kənarları qalır. Bura çürüyüb çıxdı. Ağrı var mı? Bağlayın. Sıxırın. Əlini düz saxla, baxın, yuxarıda bir baxın əlini. Əlini yuxarıda baxın. Niyə belə əsirik? Hə? Ağrı var mı? Bəs ağrı olmadan niyə belə qorxurum? Bütün göz yaşları bütün. Niyə belə? Hə? Səsindən qorxdum. Səsindən qorxdun. Dişi çıxardanda səsindən qorxdun. Qorxmağa dəyər. Özün kimi qorxanlara nə deyirsən? Neynəsin? Hə? Qorxmasınlar, güvənsinlər sizə. Qorxmasınlar, güvənsinlər. Sözün gəlişi, yoxsa Yox, həqiqi mənada. həqiqi mənada. Məncə yalandır. Bir selfie eləyək mi? Hə? Bir selfie eləyək. Selfie. Bir də ki, yalandan ağlayırdım, deyiləm. Yalanı ağlayırdım. Yalandan ağlayırdı, yalandan.